Təqsirləndirilən şəxs İlqar Hacıyevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər. İlqar bəy, deyirlər ki, çağırışa gəlməyəcəyi təqdirdə nələr olacaqdır? Çağırışa gedəcəksiniz, Bakıya getmək fikriniz var? Deməli, bunlar pasportumun nömrəsi zat seriyasında yaxşı, gözəl deyirlər. Ancaq yəqin unudublar ki, mənim pasportumun vaxtı deməli iyunun 15-i qutarır deyəsən. Ondan sonra gərək yəqin gedib səfirlikdə bir şey alam bunlardan, icazə alam, kağız alam. Yəqin səfirliyin kağızından getməyə yəqin planlaşdırırlar ki, yəqin belə gələcəm. Nəsə, axmaq söhbətlərdir Tural bəy. Bu məsələ bilirsiniz nədir? Siyasi birbaşa İlham Əliyevin sifarişidir və burada başqa bir şey yoxdur. Çünki biri var, tək mənə belə bir çağırış etsinlər, prokurorluğa dəvət etsinlər. Ancaq deyərsən elə sizləri də, səni də, Məhəmməd Mirzəlini də, Elşad Məmmədov da, Qabil də, Məmmədov da, sonra başqa bilmirəm, gələn kimlərsə varsa mən də... Azərbaycan Respublikası... Bəli, göstərin, istəsəz göstərin. Tamamlayan cümlənizi mən özüm barədə olan bir dəqiqəlik videoda onu da göstərəcəm. Deməli, bu birbaşa siyasi birbaşa tapşırıqdır və ikinci tərəfdən də bu prokurorumuz bilirsiniz ki, mən yaxşı tanıyıram. Zakir Qaralovun cinayətlərini çox gözəl bilirəm. Deməli, bu il artıq 5 il Kamran Əliyev vəzifəyə gələndən hər 5 ildən bir İlham Əliyev yenidən bunları təsdiq edir. Milli Məclisin qərarından, güya Milli Məclis təsdiq edir. İlham Əliyev çağrı verir ki, bu plan kəsi təsdiq edildiyin ya yox. Sözsüz ki, biz bilirik ki, İlham Əliyev təsdiq edir bunları. Və ona görə bir gün Kamran Əliyev İlham Əliyevin qabağında özünü göstərmək istəyir ki, İlham Əliyevin düşmənlərindən bu vuruşur və bizi baş prokurorluğa dəvət edib. Mən bir dənə buradan Kamran Əliyevə müraciət etmək istəyirəm. Yəni, bizə televiziya ilə müraciət edirlər. İctimai kanalda həmən verilişə bilmirəm 1000 nəfər baxıb, bəlkə də bütün Real TV-ni, Baku TV-ni götürsən bir 10.000 insan baxacaq, ya 15.000 insan. Ancaq hər bir azad sözdə Tural bəylə gözəl bir veriliş olanda bir 200-300 min, 500 min baxışlar olur. Elə mən ona görə bu azad sözdən istifadə edib birbaşa Kamran Əliyevə müraciət etmək istəyirəm ki, o adam və yaxud onun ətrafı xəbəri yoxdursa, azad sözdə nə qədər cinayətlər açdırmışıq, nə qədər ifşa etmişik, nazirləri, keçmiş baş prokuroru, iş adamlarını, Kemaləddin Heydərovdan tutmuş, Cavid Qurbanovdan açıq-aşkar onların törətdiyi cinayətlərin səsi, subutu ortaya qoyulub. Kamran Əliyev, mən də buradan müraciət edirəm, iyunun 15-nə qədər bu adamları cinayət işi açıb cəlb etsən, bunları türməyə salsan, bütün Azərbaycan xalqına buradan əminliklə söz verirəm ki, sənətimin vaxtı bitsə də bir yol tapıb gələcəm. Yəni, şərt qoyursunuz ki, Azərbaycana gələ bilərsiniz, sadəcə bu adamlar həbs olunsun, cinayətdə cəlb olunsunlar, cinayət məsuliyyətinə. Yəni, bizə ictimai televiziya ilə xəbər göndərirlər. Mən də azad söz ən böyük baxışçısı olan, auditoriyası olan bir kanaldır və onu da Vilayət Eyvazov, Kamran Əliyev, DTX Əli Nağıyev, Bəylər Eyübov bütün günü mikroskopla baxırlar. Düşünürəm ki, bu yəqin efir onların rastına gələr, İlham Əliyevin rastına gələr və onlar da bir ciddi bir tədbir görərlər. Birinci, ən əsas cinayətkarları tutandan sonra mən gəlib birbaşa mənə qarşı bir cinayət vardısa, hazıram gəlib cavab verməyə. Ancaq ondan qabaq xahiş edirəm.
əsas olan bu cinayət işlərinə Zakir Qaralov, bu Fazil Məmmədov rəhmətə çıxıb bir yerdə İlham Əliyevin adından, Əşrəf Kamilovun adına şirkəti bir yerdə Zakir Qaralovdan almışdılar. Ancaq Əli Nağıyev də bu işlərin içərisində olub, İlqar Abbasov da bu işlərin içərisində olub. Bilirsiniz də, səsi də sizin kanal vasitəsindən yaymışam, açıqlamışam. Cavid Qurbanov, Samir Şərifov, Ziya Məmmədov, bu indi baş nazir olan nədir? Bu Əli nədir? Əsədov. Əli Əsədov. Yəni bu adamların haqqında mən dəfələrlə fərqli bu internet televiziya kanallarından həm müraciət etmişəm, həm bunların cinayətlərini açmışam, açıq-aşkar. Xahiş edirəm, onların cinayət işləri açılsın. Mən gəlməmiş, onlar türmədə olsalar, mən də onların qonşu kameraya, türməyə hazıram getməyə. Ancaq birinci, onlar tutulmalıdır. İkinci də İlham Əliyev deyir, bəlkə xəbəri yoxdur, deyir, siqnal verin, səs verin. Xəbəri yoxdursa, indidən yenə bir də yeni müraciət edirəm. Bəlkə də İlham Əliyev həqiqətən də xəbəri yoxdur ki, Zakir Qaralov, Qot Nisanov, İlham Əliyevin birbaşa adınla mənim Akord şirkəti və SDI Group şirkətini Rusiyada, Azərbaycanda Akord şirkəti toplam bir yerdə 5 milyard dəyəri olan malımı, mülkümü İlham Əliyevin adından zəbt edibdilər. Xəbəri yoxdursa bir də müraciət edirəm. Bəlkə xəbəri olar və həmən cinayətkarları qərar verər və xalqımız da görər ki, bu İlham Əliyev korrupsioner deyil. O da tutdu, Zakir Qaralovu tutturdu, Fikrət Məmmədov da hətta bilirsiniz, ondan da yaymışam məlumatlar. Yəni bütün İlham Əliyev birinci ətrafında olan məmurları, has ki, bu dəqiqə vəzifədə olan şəxslər var, generallar var və vəzifədən kənar olan şəxslər var. Onlar da bilirsiniz ki, tam rahat Ziya Məmmədovdur, Zakir Qaralovdur. Onlar rahat Azərbaycanda yaşayırlar və heç bir problemləri yoxdur. Ancaq mən dəfələrlə fakt, sübut qoymuşam ki, bu adamlar Azərbaycan devlətinin malını, mülkünü oğruyubdular və Azərbaycan devlətindən başqa mənim şəxsi malımı, mülkümü birbaşa İlham Əliyevin adından, yəni həm Azərbaycanda reyd olub, bilirsiniz ki, həm Rusiyada. Ona görə mən hazıram gəlməyə. Birinci bu adamlar tutulsun, mən gəlim. Təşəkkür edirəm. Deməli, İlqar bəy açıqladı və şərtini bildirdi ki, bu adamlar həbs edilsin, gəlirəm. Təsadüf deyil yəqin ki, hamımızın təxminən aşağı-yuxarı eyni şərtləri var. Mən də video çıxışımda bildirdim ki, şərtim var, gəlməyə də hazıram, Azərbaycan qanunlarına da cavab verməyə. Şərtim ondan ibarət edir ki, İlham Əliyev istefa versin və çünki bu 5 dəfə prezident seçilmək mümkün deyil. Saxta seçkilərdən saxta prezident olub. İkincisi, Azərbaycanda dürüst məhkəmə keçirilsin, gəlib cavab verməyə hazıram. Və bu günləri Məhəmməd Mirzəli ilə də danışdıq efirdə. Ona baxmayanlar o verilişə də baxsın. Onun da şərti oldu. Məhəmməd Mirzəlinin də şərti var. Bakıya gəlməyə də hazırdır. Şərtini bilmirəm, ciddi mi dedi, zarafatla dedi. Dedi ki, İlham Əliyev bığını qıxsın. O zaman mən bunu da görüntüləsin. Mən Azərbaycana gəlməyə hazıram. Bunu deməyə ehtiyac yoxdur ki, mən bığımı qıxdım və buna görə və yaxud da səbəb göstərə bilər ki, Novruz tonqalının üstündən tullananda bığı ütülübdür və bığını da qırxıb. Belə bir, mənə məzəri gəldi, zarafat kimi gəldi, şərtini bildirdi. Qabil Məmmədovla danışanda da şərtini açıqladı. Bildirdi ki, elə 15 aprelə kimi Azərbaycanda quru sərhədlər açılsın, mən təyyarə ilə gəlməyə pulum yoxdur, quru sərhəddən keçib şərtlər var. Yəni, kimsə etiraz etmir gəlməyə. Amma ciddi və yaxud da zarafat gərək bu şərtlər yerinə yetirilsin. İlqar bəy, mənim diqqətimi çəkdi. Mən o 10 milyonluq kiməsə pul demisiniz, almışsınız, söhbətinə gələcəm. İndi bunlar təbii ki, saxtadır. Saxta olmasını göstərən məndə
fikir bilirsiniz həm də nədən formalaşıb. Heç o detallarına girməyə ehtiyac qalmır. Baxın, İctimai Televiziyanın jurnalisti Baş Prokurorluğun mətnini səsləndirir və orada da açıq deyir ki, 2016-cı ildə güya sizə pul veribdi, ya verməyib, nəysə. Bu hadisə 2016-da olub güya. Amma sizə cinayət işini 2021-ci ildə açırlar. Bu nə vaxta təsadüf edir? İlqar Hacıyev başlayır artıq Bəylər Əyyubov, Zakir Qaralov, Əli Nağıyev, İlham Əliyev bunların cinayətlərini açmağa, danışmağa, artıq canlı verilişlər və onda başlayırlar İlqar Hacıyevə cinayət işi açmağa, axtarışa verməyə. Baxı, 5 il əvvəl hadisə olub, əgər olubsa, niyə bu ilə üstdən cəmaatın 5 manatını oğurlayanda və yaxud da 5 manatını atanda heç səhərsi günə saxlamır, gedir həmən günü polisə şikayət edir. 10 milyonluq əgər siz birinə pul atmışsınızsa, 5 ildən sonra gedib şikayət edibdir prokurorluğa. Yox, özdə maraqlı odur ki, deyirlər hava limanında 10 milyon mənə 10 milyon bu böyük bir çamadan puldur. Yəni mən də onu bilmirəm. Azərbaycan kömürü işləmir və yaxud da mən bilmirəm o sərhəd qoşunu işləmir. Mən nə oldu 10 milyon dollar bu bir kağızdırmı? Mən cibimə qoydum, ya Azərbaycana çıxartdım, ya Azərbaycana apardım. Üzr istəyirəm, sözünüzü kəsirəm. Sizin video çıxışlarınız, elə ki 2021-ci ildə video çıxışlarınızda axı belə məlumatlar bölüşürdünüz. Çantalarla gətirib verdim Bəylər Əyyubova falan. Yəqin öyrəşiblər, deyiblər normaldır da bu. Deməli, çox maraqlıdır ki, Tural bəy, mən ilk dəfə bu Azadlıq Radiosuna 2019-cu il may ayında birinci dəfə dərsək açıq Qod Nisanova qarşı və onun ətrafına qarşı birbaşa açıqlama vermişdim və bunların cinayət işlərini açmışdım. Və ondan sonra özümüz yadımızdadır bu Aleksandr Şevçenko'ya mən müsahibə vermişdim. Deməli, yanvarın 10'u 2021'də müsahibə vermişəm. Yanvarın 13'ü 2021'də artıq Interpol'a sənəd axtarış göndəribdilər. Yəni bunlar çox operativ çalışırlar. Yəni İlham Əliyevin mən adını çəkəndən sonra, Bəylər Əyyubovun adını çəkəndən sonra Zakir Qaralovun, həmən Aleksandr Şevçenko'nun efirində, ondan sonra operativ 3 gün içərisində artıq Interpol'a sənəd göndərmişdilər. Özdə bilirsiniz ki, eyni həmən cinayət işi, bu yeni bir iş deyil ki, bunu birbaşa Interpol ləğv edibdir. Yəni onu da bilmirəm, sizlə bölüşmüşəm, bölüşməmişəmsə, bölüşərəm sizdən efirdən sonra, Tural bəy. Yəni birbaşa Interpol ona araşdırma aparıb ki, görüb ki, saxta bir cinayət işi açılıb, həm Azərbaycandan, həm Rusiyadan və Interpol birbaşa qərar çıxardı. İndi bunlar yeni hoqqa çıxardırlar, daxili auditoriya üçün. Bunlar güya göstərirlər ki, Kamran Əliyev gələn deyirəm ki, göstərir ki, güya ki, İlham Əliyevin düşmənlərlə vuruşur. Ancaq faktiki cinayətkarlar, askilər Azərbaycan büdcəsini dağıdır, Azərbaycan xalqının malını, mülkünü dağıdanlar, mən adlarını bəyək çəkdim və faktla, subutla, ortaya sənətlə və nə vaxt ürəkləri istəyir, telefon nömrəzat saxlayıbdılar. Mən də buradan İşləmir telefon nömrələri. İlqar bəy, zəng edirsən, cavab verən yoxdur. Götürən yoxdur. Mənim nömrələrimi elə Əli Nağıyev də yaxşı bilir, Bəylər Əyyubov da yaxşı bilir. Çünki şəxsi nömrələrinə həmişə səs atıram və hər zaman gözləyirəm. Telefon açsınlar, danışsınlar, suallar varsa suallarına cavab verim. Və ancaq ondan qabaq mənim gələn deyirəm, şərtim var ki, bu cinayətkarlar, fakt açılan cinayətlərin, bu elə-belə mən nədənsə danışmıram. Fakt, Tural bəy, sizin efirlərdə dəfələrlə, faktla, subutla, sənətlə bu cinayətlər, açılan cinayətlərə heç kim fikir verən yoxdur, baxan yoxdur. Ancaq İlham Əliyevin siyasi tapşırığıyla birbaşa nə Avropada, nə Amerikada olan muhacirləri bir gün çalışırlar, daxili auditoriya göstərsinlər ki, onlar bizi
tutub gətirəcəklər. Birinci, ala sənə İlham Əliyev, sən məni tutub gətirəsən. Buradan bax, yaxşı görürsən. Yəni, mən burada artıq əksik danışmaq istəmirəm. Ancaq sən gör, özünü nə səviyyə salmışsan ki, artıq sənin əlində bir kozir qalmayıbdır. O Trump'ın sözü var, koziri yoxdur Ukrayna. İndi İlham Əliyevin də əlində bir kozir qalmayıb. Yəni, xalqı güldürür, öz üzərində xalqı güldürür. Özdə mən çox maraqlıdır. Mənə böyük hörmətlə yanaşırlar. İyula qədər mənə vaxt veriblər. Sizi nəsə yaman tezləşdirirlər. Yaman nəsə darıxırlar. Biz Avropada yaşayırıq. Yəqin ona görə deyirlər ki, 3-5 saatlıq yoldur təyyarə ilə. Siz yəqin Atlantik okeanı keçməlisiniz. Uzun yolunuz var. Ona görə vaxta kimi vaxt verirlər sizə. Tural bəy, özdə bir söz deyim. Mənim, baxın, İlham Əliyevdən Zakir Qaralov və Qod Nisanov. Mən başqa bir düşmənim yoxdur. Yəni, Allah uzaq eləsin. Məni Azərbaycanda görsəniz, deməli, bu adamlar oğruyub aparıbdılar. Mənim öz xoşumla, yəni deyirəm, mənim nə Azərbaycana getməyə, nə bir şey. Çünki bu adamlar özləri cinayətkardır. Mən şərtimi dedim, fakt xalqa göstərsinlər ki, bu adamlar real artıq İlham Əliyev, belə deyək, öz ətrafında olan quldur məmurlarına tapşırıq verib, onlar da ciddi araşdırma edib, aparıb, Zakir Qaralovu tutubdular, Qod Nisanovu, Bəylər Eyübovu, Əli Nağıyevi, İlqar Abbasovu tutubdular. Pajausta, mən gəl deyirəm, hər zaman hazıram. Ancaq mən başqa bir yolla, azsa bir yolla ya Amerikada öldürülsəm, ya Amerikadan, bilmirəm mən, bu saat dünya dəyişib bilinmir, oğruyub da apara bilərlər. Hətta sizə Avropada biraz ehtiyatlı olun, Tural bəy. Bunlar, yəni, özünüz bilirsiniz ki, bunlar qanun tanımır. Vidadi İskəndərlini özünüz bilirsiniz, hələ 6 ay keçməyibdir. Yəni, qətlə yetirmişdilər Fransiyada. Məhəmməd Mirzəli indiyənə qədər 10 dənə mühafizəçi ilə gəzir. Yəni, hər birimiz təhlükədə yaşayırıq, o bir. İkinci də bunlar, bu Vidadi İskəndərlidən sonra, Tural bəy, düşünürəm ki, bunlar xalqa göstərmək istəyirlər, bunlar qanuni yolla vuruşurlar. Yəni, bunlar nəm qatillə, ölümlə, nəm nə ilə əlaqələri yoxdur. Ancaq bütün dünya da bilir ki, Vidadi İskəndərlinin sifarişinin arxasında duran Azərbaycan devlətidir. Yəni, bu yeni bir xəbər deyil və araşdırma da gedir. İnanıram ki, Məhəmməd Mirzəlinin, Vidadi İskəndərlinin cinayət işləri açılandan sonra birbaşa görsənəcək ki, bunların sifarişçisi birbaşa Azərbaycan devlətinin özüdür və bu cinayətlərdə davam edirlər. Həm siyasi sifarişlər, həm fərqli işlərlə İlham Əliyevə qarşı danışanları susturmaq istəyirlər. Yəni, Azərbaycanda Tofiq Yaqubluya 9 il iş verdilər. Hamımız yaxşı bilirik ki, Tofiq Yaqublu açıq-aşkar çıxıb deyirdi ki, İlham Əliyev rejimi və özü oğru quldur rejimdir və Abzas Media, Toplum TV, Meydan TV, 13, Kanal 13. Azərbaycanda bir dənə İlham Əliyev rejimi, ailəsi konkret olaraq danışan adam qalmıyor. Ya öldürülübdür, ya tutulubdur, Tural bəy. İndi də çalışırlar bizi qorxsunlar, bizi sustursunlar. Çünki biz açıq-aşkar bütün İlham Əliyevin və ətrafının cinayətlərini həm BMT-də, həm Konqresdə, həm Avropa Parlamentində, hər yerdə biz İlham Əliyev kimi, onun məmurları kimi, yəni quldur deyilik. Biz qanuni yolla gedib İlham Əliyevin və ətrafının cinayətlərini açırıq. Ona görə düşünürəm, bu təsadüf işlər deyil. Bu birbaşa siyasi tapşırıqdır və siyasi bir işlərdir, Tural bəy. Təşəkkür edirəm. Mən özüm barəmdə olan Baş Prokurorluğun çağrışını da istədim ki, göstərəm. Biz də qələt zəhmət olmasa. Baxın, ondan sonra deyəcəklərim var.
Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunvericiliyə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları şirkətinə təqdim etdiyi rəsmi məlumatı təqdim edirik. Təqsirləndirilən şəxs Sadıqlı Tural Əlifzətoğlu barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş. Təqsirləndirilən şəxs 10 iyun 1984-cü il təvəllüdlü Sadıqlı Tural Əlifzətoğlu. Təqsirləndirilən şəxs Sadıqlı Tural Əlifzətoğluna izah edilir ki, o şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə saat 14:00-da Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin inzibatı binasına gəlməlidir. İnternet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrini qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi ixtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. İstintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi 14 mart 2025-ci il. Çox maraqlıdır. İlqar bəy, deməli mən skrini indi burada göstərmək istəyirəm. Deməli, İsveçrədə yaşayan bir Azərbaycanlı mühacir var. Əvvəllər mühacir olub, indi Azərbaycana gedib gəlir. Bilmirəm, vətəndaşdır desən, İsveçrə vətəndaşı ki, Azərbaycana gedib gələ bilir, problem də yaşamır. Deməli, Elbəy Həsənli adında bir köhnə jurnalist var. Onun yazısı diqqətimi çəkdi, qarşıma çıxdı. Nə görə indi bunu göstərmək istədim? Heç fikrim yox idi, amma oxumuşdum onun yazısını bu günləri. Siz dediniz ki, xalqa göstərmək istəyirlər, ona buna göstərmək istəyirlər ki, ya xaricilərə, kimlərəsə ki, biz bunlarla qanuni mübarizə aparırıq və mübarizə aparırıq. Yəni, məndə bir sual oyanır, biz izləyənlərdə də çox sual var. Axı, bizlə niyə mübarizə aparılmalıdır ki? Biz düşmənmiyik? Bizlə niyə müharibə edilməlidir ki? Biz Azərbaycan əskərinə gülləmə atmışıq, kimisə öldürmüşük, xalqın malını mı yemişik, haqqımızı tələb etmişik və eyni zamanda da xalqın haqqını tələb etmişik. Xaricə bu mühacirətə, qaçmağa məcbur edilən şəxslərin yarıdan çoxu özlərinin başına problemlər gəlib. Əllərindən pulları, mülkləri, evləri alınıbdır və işindən azad olunubdur, həbslər olunubdur. Yəni, yarısından çoxu belədir. Biz elə-belə Azərbaycandan köçüb gəlməmişik xaricə. Problemlər yaşayıb gəlmişik. Bizim haqlarımızı tapdalayıblar, ona görə gəlmişik. Yoxsa bu ölkələr bizə heç sığınacaq verməzdilər ki. Mən nəyə görə indi Elbəy Həsənlinin yazısını burada xatırlatdım, indi oxuyacam, mən ekrana da göstərirəm, icazənizlə İlqar bəy. Bir təklif irəli sürür, maraqlı gəldi mənə. Deməli, yazır ki, Allah Üzeyir bəyə rəhmət eləsin, o olmasın, bu olsun filmində belə bir yer var. Məşədi İbadın çörəyinə yağ çəkdiyi qoçu əskər digərləri ilə baham belə oxuyur. Ey kimsən orada, aç qapını, gələk səni öldürək. Yəni, yəqin müqayisə edir ki, yəni gəlin Azərbaycana və biz də sizi tutaq basaqlamaq. Belə çağırış olur. Deməli, son dərəcə absurd bir təklifdir. Necə yəni, mən qapını açım, sən də gəl məni öldür, bu boyda zarafat olar. Elbəy bəyin yazısı çox uzundur. Deməli, burada bizim adımızı çəkir və bildirir ki, çağırış vərəqəsi göndərib bizə. Deyirlər ki, bu cinayət prosessual məcəllənin tələbindən irəli gəlir. Aydındır ki, nə qədər bu iqtidar iş başındadır, onlar Bakıya dönən deyil. Mənim baxışıma görə, Azərbaycanda iqtidarın problemi ondadır ki, onlar vəziyyətdən çıxmaq üçün zorakılıqdan istifadə edirlər. Halbuki, adı çəkilən və çəkilməyən insanlarla danışıb anlaşmaq da olar. Bizim iqtidar cərrah bıçağı lazım olan yerdə baltadan istifadə edir. Balta isə qəssab və ya cəlladın alətidir. Siyasət daha incə yanaşma tələb edir. 21-ci əsrdə qərbdə yaşayan insanı zor və hədə ilə fikrindən daşındırmaq olmaz. Ən azı onlarla danışıb vəziyyəti xeyli yumuşatmaq isə real məsələdir. Azərbaycanın daxilində başını qaldıranı həbs edirlər. Siyasi məhbusların sayı 350 nəfərə yaxınlaşıb. Niyə belədir? Çünki insanlarla anlaşmağa yox,
onları saxta ittihamlarla zindana atmağa üstünlük verirlər. Ona görə də insan hüquqları və demokratiya ilə bağlı Azərbaycanın beynəlxalq imici yerlə sürünür. Mən möhtərəm iqtidarımızı qəssab baltasını yeri qoymağa və belə həssas məsələlərə cərrah bıçağı ilə müdaxilə etməyə çağırıram. Düşmənçiliyin axırı qandır, ölümdür. Bizə qarşılıqlı nifrət yox, qarşılıqlı ehtiram lazımdır. Yəni, neçə dəfə bu blogerlərin içərisində, şəxsən mən də qarşılıqlı nifrət istəmirəm. Bir-birimizi başa düşmək lazımdır. Söhbət mən mühacirlər və Azərbaycan iqtidarını nəzərə tutmuram. Bu xüsusiləşdirmirəm. Yəni, mən nəzərdə tutduğum Azərbaycan hakimiyyəti öz vətəndaşı ilə, biz də o vətəndaşdan biriyik, öz xalqı ilə normal dillə danışmalıdır. Nə olub ki? Milyardımız, sərvətimiz, hər şeyimiz var. İlham Əliyevə də çatar. Onun ailəsinə də, ətrafındakı olanlara da bundan sonra əgər normal, dürüst idarəçilik edib və sonra demokratik seçkilər keçirsə, anlasa ki, indiyənə kimi etdikləri səhv olubdur, ziyanın yarısından da dönmək olar, öz vətəndaşları ilə, elə mühacirləri ilə normal dillə danışsa, vallah deyirəm ki, mühacirlər ən azından mənim tanıdıqlarım bir yarısından çoxu deyər ki, bərakallah, yox da biz görürük, axı İlham Əliyev dəyişdi, biz niyə dəyişməyək ki? Səhmi deyirəm, mən şəxsən bir mənalı yazılar yazmır Elbəy Həsənli. Qarşıma arada yazıları çıxır və yəni bu yazısını anlayışla qəbul edirəm ki, doğru deyir. Siz nə düşünürsünüz? Əliyev baltasını yerə qoya bilərmi? Qoymalıdırmı? Deməli, İlham Əliyevin xəbəri yoxdursa, Zakir Qaralovla Əli Nağıyev o vaxt siz də hətta efirdən oxumusunuz. Mənə smariş göndərmişdilər ki, çıx rəsmən İlham Əliyevdən üzr istə və biz sənə icazə verək, ananın qəbrinə gəlib ziyarət eləyəsən və siz oxumusunuz. Mən göndərmişəm sizə. Bəlkə 1-2 il bundan qabaq, yadımda deyil, nə vaxt olub, ancaq axtarıb tapa bilərsiniz, sizin efirlər olubdur, Tural bəy. Bunlar qanuni yolla danışıqlar eləmirlər. Bunlar hədə qorxu ilə danışıq eləyirlər, Tural bəy. Bunlar biri var, qanuni yolla hər bir şey ola bilər. Yəni, dövlət səviyyəsində İlham Əliyev bir qrup yaratsın. Yəni, konkret olaraq, elə Amerikada burada Azərbaycan səfiri var. Yəni, mənlə bağlı görüş lazımdırsa, nəsə araşdırma lazımdırsa, ki, İlham Əliyevin real marağı vardırsa, araşdırsın bu cinayətləri kim törədib, mən mi törətmişəm, Qod Nisanov mu törədib, Zakir Qaralov mu törədib. Yəni, onu araşdıra bilər də istəsə. Ancaq bunlar araşdırmaq yox, bunlar elə birbaşa hədə qorxu ilə ya ölüm hədəsi eləyirlər, ya türmə hədəsi eləyirlər və heç cür ağıllarına da gəlmir, sənin sözün olmasın ki, qardaş, biz Azərbaycan düşməni deyilik. Yalandan bu Real TV, nə bilim, başqa TV-lər çıxıb İlqar Hacıyev, nəm Tural Sadıqlı xalq düşmənidir, nəm nədir, vətən xainidir, nəm nədir. Birinci vətən xainləri onlardır. İlham Əliyevi, birinci onlar daha da Siyavuş Novruzov, bu Mir Şahindir, nəm Mir Fahişə deyirlər el içində. Onlar İlham Əliyevi bu vəziyyətə salırlar. Onlar çıxırlar, birbaşa mənlə, nəm səndən təhqir edirlər, erməni deyirlər, nəm nə deyirlər və bizi məcbur edirlər ki, biz də İlham Əliyevə qarşı danışaq. Ancaq bizim, maşallah, biz Tural bəyin kanalında da görməmişəm ki, Tural bəy söyüş-söyüsün. Mən də yəqin eşitməmişsiniz ki, mən kimisə təhqir edeyim, söyüşsün. Mən qanuni olaraq çıxıb qardaş haqqımı tələb edirəm. Deyirəm İlham Əliyev, Zakir Qaralov, Qod Nisanov, bu Əli Nağıyev, İlqar Abbasov, Bəylər Eyübov, Qod Nisanov, birbaşa Elman Bayramov, bu Yaqub Eyübovun qohumu. Yəni birbaşa bu adamlar İlham Əliyev sənin adınla mənim malımı, mülkümü oğruyubdular. Və mən dəfələrlə də hətta 2019-cu ildə haqqın azla da müraciət eləmişəm İlham Əliyevə ki, İlham Əliyev, bu birinci Azərbaycan vətəndaşıyam və mənə qarşı belə bir
problemlər var, belə bir oyunlar var. Birbaşa prezident aparatına özünə, şəxsi adresinə də, e-mailinə də, şəxsi bütün hər yerə göndərmişəm ki, mən Azərbaycan vətəndaşı kimi bir prezidentə müraciət edirəm. Ancaq mən ondan sonra gördüm ki, mənim haqqımı, hüququmu daha da araşdırıb və bərpa etməkdən daha da mənə cinayət işləri açıldı, Interpollar açıldı, daha da mənə lotular bilirsən, hədə qorxular, FSB tərəfindən, fərqli-fərqli bu gün də bilirsən ki, elə təhdid edirlər, bu gün də bizi özün bilirsən ki, hamımız təhlükədə yaşayırıq. Yəni Azərbaycan dövləti oturub bizlə razılaşmaqdansa, haqqımızı bərpa etməkdənsə, daha da bizi daha da düşmən eləyir Azərbaycana. Ancaq Azərbaycan xalq düşmənləri elə İlham Əliyevin ətrafında olan məmurlarıdır. Yəni deyirəm, hamı indi trollar deyəcək ki, İlham Əliyev Qarabağ qayıt. Çox yaxşı, qaytardı, çox sağ olsun. Mən də sevinirəm. Tural bəy də sevinir ki, Qarabağ qayıdıb. Ancaq Qarabağ qayıdıb, Qarabağdan bir nəsə, bir xeyri varmı? Yenə də otellər tikilir, yenə də Azərbaycan məmurları torpaqları zəbt edir, işlər görür. Azərbaycan xalqı ondan nə xeyir görüb Qarabağ qayıtmağı? Yəni deyirəm, çox sağ olsun İlham Əliyev, Qarabağ qaytardı. Ancaq Qarabağ qaytarmaq o demək deyil ki, Azərbaycan qeyrətli oğullarına cinayət işi açılsın, öldürtdürülsün, prokurorluğa dəvət olunsun. Yəni deyirəm, birinci cinayətkarlardan başlamalılar. Ondan sonra Tural bəy də, mən də, bütün mühacirlər elə bir samolyota oturmamız bir yerdə gələrik. Bir də İlham Əliyevdən xahiş eləyərik ki, şəxsi samolyotunu göndərsin, şəxsi samolyotunu minib çıxıb gələrik. Yəni bu bizə heç kimdən gizlənmir. Deyirlər Tural bəyi axtarırlar, İlqar Hacıyev axtarırlar. Tural bəy bütün gün efirlərdə Almaniyadan qaçıb gizlənib deyirlər. Hara gizlənib? Amerikada qaçıb gizlənmişsiniz, qanunu yaşayırsınız, federal hökumət sizi bilir, hardasınız, Almaniyada məni bilir, hər şey qanunu yolunda. Qaçıb gizlənmək, bunkerə girmək kimidir. Hansı ki, İlham Əliyev o girmişdi yanvar-fevral ayında öz bunkerinə, çıxmırdı ki, onu bir ay evdən sonra çıxmadı ki, onu öldürərlər. Sonra Putin onu başa saldı ki, bax bunları elə boyun əy, ondan sonra çıx rahat gəz. Tural bəy, bu siyasi tapşırıqlardır, siyasi sifarişlərdir. Ona görə mən buradan yəni xalqımıza, buradan yəni deyirəm ki, özümüzü qoruyun, ehtiyatlı olun. Çünki Azərbaycan içərisində biz yenə bizim haqqımızı, hüququmuzu mənim Amerika dövləti qoruyur, Tural bəyin Almaniya dövləti, bəzilərində Şveysariya dövləti, yəni bizim heç bir yəni xaricdə olan konqresdən tutmuş, Evroparlamentdən hamı yaxşı bilir ki, İlham Əliyev rejimi öz oponentləri İlham Əliyev rejiminin kim ki həqiqəti açır, onların oğlunu açanların İlham Əliyev öldürtdürür və tuturur. Onu yəni yeni bir xəbər deyil. Nə Amerikada, nə Almaniyada. Ona görə bu işləri görməklə daha da özlərini biabır edirlər. Azərbaycan xalqı sadəcə Azərbaycan daxilində bilirəm ki, sizin belə bir imkanınız yoxdur. Gəlib evinizdən tuturlar, kimə narkotik atırlar, kimin saxta pul intihamından, fərqli-fərqli cinayət işləri, kimə silah qoyurlar, fərqli-fərqli cinayət işləri açırlar. Ona görə ehtiyatlı olun. Buradan da mən İlham Əliyevə yenə müraciət edirəm ki, xəbərin yoxdursa, xəbərim olsun. O cinayətkarları tutdurandan sonra şəxsi samolyotunu göndər. Mən özüm şəxsən Vaşinqtondan minib birbaşa Bakıya iyulun 13-ü, 14-ü qayıda bilərəm. 13-ü gərək çıxam ki, 14-də saat 12-də prokurorluqda olam. Ona görə mənim sözüm bu qədər, Tural bəy. Təşəkkür ederim İlqar bəy, özünüzdən müğayət olun, özünüzü qoruyun, Allah da qorusun sizi. Sağ olun, bəyənin, paylaşın, həm Status TV-də, həm Azad Sözdə. Çünki hər bir Azərbaycan vətəndaşı dünyanın arasında olursa olun,
baxın, bilin, İlham Əliyevin ətrafı nə sifarişlər verir, siyasi quldurluqla məşğuldur. Ona görə çox sağ olun Tural bəy. Minnətdarım. Status TV adlı YouTube kanalına da abunə olun. İlqar Hacıyevin şəxsi, rəsmi, təsdiqlənmiş YouTube kanalıdır. Sağ olun İlqar bəy. Təşəkkür edirəm Tural bəy. Çox sağ olun. Minnətdarım.